Binə qəsəbəsində Suraxanı yoluna çox yaxın. Sağa gedən yolda deyil, orada yaxındır. Harısı 13-14-cü dalana düşür. 4 otaq, 3 sotda. Qapı da birbaşa məhliyə açılır. Burada qazon sizə qoyulub. Bax, bura bax, dövlət suyu şotskidir. Bax, bu şotskidir. Dövlət suyu, qaz işığı, hər şeyi var. Yəni, bu evdə sayğac problemi yoxdur. Qarajı var. Qarajda rahat istənilən Jeep markalı maşındır. Rahat yerləşir. Qoşa daşdır. Yəni, qarajdan bütün otaqlarda keçid var. Bax, belə bir görünüşə malik evdir. Daxil olaq, evin daxil interiori ilə də tanış olaq. Daxil oldu, koridor sistemidir. Sağda sanitar qoşa, bax, asma tavanla dözdür. Burada, daha doğrusu asma tavan deyil, dartma tavandır bu mənzərəli. Burada istif oldu, hamam tualet də istif oldu. Keçirik burada, mətbəx. Burada bir yataq otağı. Bu yataq otağıdır, zal boyda, ikinci yataq otağı. Yəni, belə geniş qonaq otağınızdır. TV stand yerinə qədər də yığılır, pəncərələr işıqlıdır. Bu da digər yataq otağı. Bir də bunun biraz pəncərəsi yaxındır divara. Ondan qalan bütün otaqların pəncərələri divardan aralıdır. Belə bir evdir. Çox geniş evdir, 4 otaq, 98 min, sağa gedən yolda.